ağacların quruması bir neçə səbəbdən ola bilər. Amma burada gördüyünüz kimi bu gilas ağacının quruması əsas səbəbi burada calaq hissəsi olub. Məsələn, bu calaq hissəsi müəyyən qədər yuxarıda qalmalıdır. Yəni torpağın üst səthində qalmalıdır. Bastırılıb dərinə. Hardasa bura qədər torpağın altında bastırılmışdı. Əlavə olaraq da qaldı yuxarı. Necə əkilib, baxın köklər bu cür qalmışdı. Yəni bu ağac bir neçə ildir bu torpağın altındadır. Mən müşahidə apardım və gördüm ki, əsas səbəb burada çürümə də baş verib. Kök boğazı torpağın altında qalıb, əsas gövdə də torpağın altında qalıb. İkinci səbəb torpağın bu cür ağır gilli olmasıdır. Baxın, fəal köklər, incə köklər burada inkişaf edə bilmir. Ona görə də ağac əkəndə ağır gilli torpaqlarda yaxşı olar ki, üzvü gübrələr, apilka, yonqar, bu kimi kömək edici vasitələrdən istifadə edəsiniz. Burada kök inkişaf edə bilməz. Ona görə ağac əkəndə diqqətli olun.